Hər dəfə edib dadından doymayacağınız kətə hazırlayıram. Qızım, səhifəmdə kətəyə aid video var. Onu Napolyon xəmirindən eləmişdim. İlk öncə yenə qabıma 5 stəkan un əlavə elədim. Üzərinə 500 qram yağ süzgəcdən keçirəcəm. Yağı una batırıb süzgəcdən keçirsəniz, daha rahat edərsiniz. Yağımı süzgəcdən keçirdim. İndi unla bərabər bu şəkil ovxalayıram. İçərisinə bir yumurta əlavə edirəm. Və 1 stəkan qatıq əlavə edirəm. Xəmirim hazırdır. Yumuşaq xamar xəmir əldə eləmişəm. Yarım saat gözlədəcəm. O arada içliyi hazırlayıram. İçliyim hazırdır. 2 stəkan un, 100 qram yağ, 2 paket vanil, bir də 1 stəkan yarım şəkər tozu əlavə eləmişəm. 3 ədəd kündəm oldu. İndi hər birini tək-tək açacağım. Xəmirimi açdım, içliyi əlavə edirəm. Bu şəkildə doğradım. İndi üzərlərinə yumurtanın sarısını çəkirəm. Və 180 dərəcəlik sobada yarım saat bişməyə qoyuram. Kətəm hazır. Hayca.